Hisslərin dili hərəkətin emosiyasıdır. Musiqi duyumu, ritmləri hiss edərək yaşamaq və çatdırmaq isə xüsusi istedaddır. Rəqslərin ən gözəl təbliğ olunduğu məkanlardan biri də toylarımız hesab olunur. Çünki el şənlikləri bir növ rəqslərin yarışına çevrilən meydanı xatırladır. Məclislərdə diqqət çəkən mənzərələrdən biri isə qız uşaqlarının kişi kimi rəqs etməyə olan marağıdır. Xüsusilə el şənliklərində balaca qızların kişi kimi rəqs etməsi videolarına tez-tez rast gəlirik. Bəzi valideynlər hətta övladlarının belə oynamağını qürurla paylaşır. Kimi bunu uşağının təbii enerjisi kimi qəbul edir, kimi isə bu davranışları gələcək tərbiyəyə təsir edəcəyini düşünür. Rəqs müəllimləri isə hesab edirlər ki, uşaqlara ilk növbədə musiqi və ritmi sevdirmək lazımdır. Eyni zamanda onlara yaşlarına uyğun istiqamət verilməlidir. Oğlanlar öz güclərini, qızlar isə öz incəliklərini rəqslər vasitəsilə nümayiş etdirməlidirlər. Təbii ki, bu müəllimdən və öyrətməkdən də asılıdır. Bu rəqslərdə bizim xanımlarımızın kübarlığı, zərifliyi əks olunur. Kişi rəqslərimizdə kişilərimizin mərdliyi, igidliyi əks olunur. Ona görə də biz təbii ki, çox istərdik ki, kiçik yaşlı uşaqlara da bu cür təbliğ olunsun. Kimsə deyə bilər ki, onlar şux, şən rəqs edirlər, amma bizim o qədər qızlarımıza aid şux, şən rəqslərimiz mövcuddur ki, orada amma yenə də öz xanımlığını qoruyub saxlayaraq o hərəkətləri ifa edirlər bizim gözəl rəqqaslarımız, səhnələrdə bizim dövlət ansambllarımız onu düzgün şəkildə təbliğ edirlər. Toyun ən çox gözlənilən anı bəy və gəlinin ilk rəqsidir. Artıq cütlüklər sadəcə klassik valsla kifayətlənmir. Fərqli janrlarda, hətta xoreografiya ilə hazırlanmış rəqslərə üstünlük verirlər. Əməkdar artist Gülməmməd Şahverdiyev deyir ki, əgər əvvəllər toya hazırlaşan cütlüklər dünya rəqslərini öyrənmək üçün müraciət edirdilərsə, artıq bu tendensiya dəyişib. Yəni milli rəqslərimizə də tələbat var. Milli musiqilərimizdən, milli rəqslərdən istifadə olunsa, həmin məqsəd daha da gözəl olar. Yəni, xaricdən gələn qonaqlar da Azərbaycanın musiqisinin, rəqslərin nə cür gözəl zəngin olduğundan şahid olarlar. Amma təbii ki, dediyim kimi, bugün gənclər var ki, həmən o adət-ənənələri qoruyurlar. İstir Uzunbərə rəqsindən, istir Bağcanın Mirzəyə rəqsindən, baxın, istir Nazəlimə rəqsindən, bu cür rəqslərimizdən toyların açılışında və yaxud da el şənliklərin gedişatında istifadə edirlər. Toylar, el şənlikləri əslində bir səhnədir. Bu səhnədə isə milli rəqslərimizi təhrif yox, ən gözəl şəkildə təbliğ etməliyik. Əzizə Mahmudzadə, Vahid Zalov, Telesəhər.